nümayişi Azərsel təqdim edir. Shizuoka şəhərindəki Ekopa stadionunda Yaponiya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 2-0 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. Əks hücumlarımız alınmayıb. Əlbəttə, oyun ərzində buna cəhd etmək lazımdır. Cinatdan çox təhlükəli alınır Yaponların hücumu. Top yenidən meydan sahiblərindədir. Morimoto, Honda. Çox fəaldır oyunun bu dəqiqələrə qədər ən fəal oyuncu Honda'nı adı çəkmiyorlar. Oyundan kənar vəziyyət var mı? Var. Out yenə meydan sahiblərindəndir. Honda. Zərbə vurmaq olar və top qapının yanından keçdi. Top ötürülür qapı qarşısına. Kamran Ağayev yumruqlarıyla topu uzaqlaşdırır. Zərbə yenə Kamran Ağayev. Daha bir zərbə və top qapının yanından keçdi. Mahir Şükürov, qapı qarşısına ötürmə, müdafiəçi, Yapon müdafiəçi topu qarşıladı və dərhal da indi sürətli hücum qurmağa çalışırlar meydan sahibləri. Honda'dan çox gözəl ötürmə, Hasebe topu irəliləməyə çalışır, zərbə vurmaq olar, qapıya doğru zərbə və 1-0, hesab açıldı. Shinji Kagawa qarşılaşmanın 42-ci dəqiqəsində Hasebe'nin gözəl ötürməsindən və öz fərdi ustalığından istifadə edərək topu qapımıza göndərir. Və indi futbolçularımız topu mümkün qədər uzaqlaşdırmağa çalışırlar. Şükürov. Mahir Şükürov. Rəqib oyuncuların, daha doğrusu öz komanda yoldaşlarının rəqibdən ayrılması və açılmasını gözləyirdi Mahir Şükürov. Cihan Özkan'ın ötürməsi, qapıya doğru zərbə və son anda qapçı. Hesabı bərabərləşdirə bilərdik. Küncdən zərbə oldu. Meydan sahibləri topu uzaqlaşdırmağa çalışırlar. Qapıya doğru zərbə, top qapının üstündən keçir. Milli komandamız sağ geyimdə, Yaponlar tündgöy formada çıxış edirlər. Növbəti hücum gəlir meydan sahiblərindən, ancaq milli komandamızın futbolçuları topu ələ keçirirlər. Heyətlərə diqqət yetirək, milli komandamız bu heyətlə mübarizə aparır. Qapını Kamran Ağayev qoruyur. Bir nömrəli oyuncu, indi milli komandamızın təhlükəli hücumu yanlaşa bilər. Topu ötürmək lazımdır, ancaq topu ötürmək lazım idi bu epizodda. Rafəliyev də artıq müdafiəyə köməyə gəlib. Daha bir hücum belə başlamamış yekunlaşdı qeyri-dəqiq götürmə ilə. Yenidən Yaponlar hücumdadır. Daha bir ötürmə qapı qarşısına. Honda. Zərbə və gol. Çox adi epizoddan Yaponlar qapımıza ikinci qolu vururlar. Okozaki. Rəqibin cərimə meydançasında 5 milli komandamızın oyuncusu var. Top ötürülür. Bu qədər də yaxşı bir ötürmə alınmadı. Cinatdan qapı qarşısına ötürmə və əlbəttə ki, yenə uğursuz bir ötürmə oldu. Milli komandası isə bir qədər sonra daha bir dəyişiklik edəcək. Honda. Kozaki. Yayçi. Qapıya doğru zərbəsi. Kamran Ağayev. Rafəliyev. Azərbaycan artıq mövsüm yekunlaşıb. Təbii ki, futbolçuların çoxu istirahətə yollanırlar, ancaq milli komandamızın oyuncularına bu aid deyildi və onlar dərhal mövsüm başı çatandan sonra təlim məşq toplanışına yollandılar. Qapı qarşısına ötürmə, ancaq Kavayishi. Cərimə meydançasında 5 futbolçumuz var. Top qapı qarşısına göndərilir. Zərbə vurmaq olar, top qapı dirəyinə dəydi. Raid Əmir Quliyev rəqibə qarşı mübarizə aparırdı. Çertaganov. Gözəl ötürmə, qapıcı təkbətəyə çıxır. Son anda bir qədər daha tez davranmalıydı. Seçmə oyunlarda belə olmayacaq. Seçmə oyunlar yoldaşlı görüşlərindən xeyli dərəcədə fərqlidir. Qapıya doğru sərt zərbə, ancaq Kamran Ağayev bunu başa vurmayıb. Beləliklə final fiti səslənir. Final fiti
səslənir hörmətli tamaşaçılar. Shizuoka şəhərində keçirilən yoldaşlıq görüşündə Yaponiya Azərbaycanı 2-0 hesabı ilə məğlub edir.